xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məştəqa taksimatorun adlı olan ərazi, hətta belə deyə bilgi ərazisinə düşür. Dənizə yaxın ərazidədir. 24 sot torpaq sahəsinin üzərində möhtəşəm gözəl bir bağ evimiz çıxıb. İnşallah həyətini təqdim edəcəyik sizə, evin içərisini təqdim edəcəyik. Sənəd çıxarışdır, 24 sotdur və əşyalar hamısı qalır. Yəni evdən əşya götürülmür. Qiymət 520 min manat reallıq olası ev sahiblərinin endirim olunacaq və qapısına qədər asfaltdır. İnşallah evin görünüş hissəsini sizlərə təqdim eləyək, sağ hissəsini sizlərə təqdim eləyək və evin qabağında oturmaq üçün əlavə foyesi var və evin sol tərəfinə keçid eləyək. İnşallah sol tərəfinə sizləri tanış eləyək və onu da nəzərinizə çatdıraq ki, qapıların ikisi də jalüzdür, yəni pultla idarə olunur və həyətdə işıqlandırma və kamera sistemi 24 saatdır. Və gördüyünüz abi şəlalədir və şəlalənin hətta qabağında işıqlandırma və içərisində sanuzel nəzərdə tutulub. Və evin yan tərəfində keçid var, aşağı kladovkasıdır və evin bu hissəsində sizlərə təqdim edək, fikir verin. Və onun nəzərinizə çatdıraq ki, ev tam istifoldan ibarətdir və qardaş qeyd edir ki, bahalı əşyalarla inşallah onu təqdim edəcək. Evin bu hissəsini sizlərə təqdim edək, göstərək. Və fikir verin, ağaclar var, hətta balaca qabağında bağı da var, gözəl bir bağı var. Və bisetkası var, bisetkası var. Bisetkadan əlavə böyük bir manqalinası var. Manqalinada belə deyək, bütün orada olan əşyalar da qalacaq. İnşallah bisetka hissəsini sizlərə təqdim edək. Gözəl bir bisetkası var burada. Allah hər kəsə nəsib eləsin inşallah. Və sol tərəfini göstərək sizlərə. Gözəl bir sol tərəfi var. Bütün meyvə ağaclarına qədər var. Hətta fikir verin. Səliqə ilə işlənir. Sol tərəflərdə. Və onu da nəzərinizə çatdıraq ki, 12 sot buradadır. 12 sot da evin arxa tərəfinə düşür inşallah. Və keçək, qeyd etdiyimiz kimi manqalinisini sizlərə göstərək. Buradan da bir zəhmət olmasa göstərərdik. Fikir verin, o divarlarda şurasına o yuva qoyulmağı zaman hamısı səliqəli bir şəkildə. Heyva ağacı var, gilas ağacı var, ərik ağacı var. Çox səliqəli. İnşallah buranı da göstərək sizlərə. Bu hissəsini göstərək. Burada böyüdür. Burada gördüyümüz əşyalar da qalır. Fikir verin. Və inşallah keçid eləyirik. Evin içərisini inşallah keçid edirik və evin içərisini sizlərlə tanış eləyək. Və hətta burada da belə bir səliqə ilə işlənmə. Və burada gördüyümüz kimi rahat bir şəkildə maşın daxil olur. Bağ yeridir də, yay mövsümüdür. İzləyicilərimizin əksəriyyəti maraqlarla, bağlarla bağlı. Allah hər kəsə nəsib və qismət eləsin inşallah. Əsası odur. Və keçək evin içərisini sizlərə təqdim edək. Evin içərisini göstərək sizlərə. Evin əsas giriş hissəsidir. Mərmər yəni döşənli və istipoldan ibarətdir. Və ilk öncə zalını təqdim edək və orada qeyd etdiyimiz kimi nə varsa evdə qalır. Evdən heç nə çıxmayacaq. Fikir verin. Gözəl bir səliqəli zalı var. Və keçək digər otaqları təqdim edək inşallah. Burada bir yataq otağı. Bunu baxın zəhmət olmasa izləyin. Və digər otaqlarımızı təqdim edək. Burada da bir otağımız var. Bunu da göstərək sizlərə. Və digər otaqları göstərək. Mətbəxini göstərək. Mətbəxi də gözəldir.
Qeyd etmişdik, yay mətbəxi də var, qış mətbəxi də var. Və sanuzelini göstərək. Sanuzeldə belə deyək, həm də hamam nəzərdə tutulub, fikir verin. Və qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə mansarddır və bir otaqda buradadır. Bunu da təqdim edək inşallah. Burada da bir otağımız var, bunu da göstərək. Və qalxırıq mansard olan hissəsini təqdim edək sizlərə. Və onun da nəzərinizə çatdıraq ki, qapısına qədər asılıbdır. Mansardlı və mansardlı da hazır vəziyyətləri oturub belə deyil, dincəlmək üçün, istirahət eləmək üçün tam bir şəraiti var, fikir verin. Və onu da nəzərinizə çatdıraq bir mansardın özündə belə mətbəx var, balaca bir mətbəx var, mətbəx hissəsini təqdim eləyək. Burada gözəl bir balaca da olsa bir mətbəxi var. Və qeyd etmişdik bunu. Bunu da təqdim edək sizlərə. Və qapısına qədər fikir verin. Tam asfaltdır. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşləqət taksimotorun adlanan Bilgəhər dənizə də yaxındır. 24 sot torpaq sahəsinin üzərindədir. Gördüyünüz kimi aşağıda bir zal, belə deyək də, 3 yataq, bir mətbəx, bir sanuzel, həyətdə bisetka, əlavə manqalxanası, arxada da 12 sotdan əlavə, arxada da 12 sot torpaq sahəsi, sənəd çıxarış, qiymət 520 mindir. Reallı olarsa ev sahibi tərəfinə qardaşdır ki, indirim olunacaq və səhifəmizi izlədiyiniz Məşləqət Əməkdaşlar şirkət əməkdaşlar və rəhbərliyi hansısa dərin təşəkkürümüzü bildiririk.